vaxtında erməni deyək ki, çöllərdə qoymuşdu. Çadır şəhərciyinə böyümüşdüm. Axı bugünkü gündə mənim özümünkü məni çöllərdə qoyub. Aytaç Əmircanlı Ağdamdan olan məcburi köçkündür və ötən ilin oktyabrında Ağdərənin Vəngli kəndinə köçürülüb. Atasının Çernobıl 50 və Qarabağ veteranı olduğunu deyən Əmircanlı bildirir ki, həyat yoldaşından illər əvvəl boşandıqdan sonra 2 övladı ilə yataqxanada yaşayıb. Ağdərəyə köçürülərkən isə ona ayrıca deyil, atası ilə birgə mənzil verilib. O əlavə edir ki, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliklərinə hazırda verilən 3 otaqlı evin əvəzinə valideynlərinə və özünə ayrı ev verilməsi ilə bağlı dəfələrlə müraciət edib, lakin ona sən köç sonradan nəzərə alacaq deyərək daim gözləmə mövqeyində saxlayıblar. Mən cavan anayam. Mənim uşağım niyə sıxla-sıxla yaşamalıdır? Niyə mənim uşağım babasına qarşı düşmən kimi böyüməlidir? Uşaq da ona baxır ki, çığırır, bağırır, xəstə adamdır da. Uşaqda psixoloji travma alır. Mən uşaqlarımı çöldən tapmamışam amma qərarsız belə evlər var ki, məsələn, kimsə bəyənməyib, köçməyib, bir otaqdır və yaxud nə bilim balacadır. Deyirəm verin 5 il qalın, bir otaq verin. İstəmirəm, vallah böyük ev istəmirəm. Müsahibimiz hesab edir ki, məcburi köçkün ailəsinin yetkin üzvü kimi ayrıca mənzilə təmin olunmaq hüququ var. Komitənin tez-tez verilən suallar bölməsində də işğal dövründə yetkinlik yaşına çatan şəxslərin ayrıca məcburi köçkün statusu ala bilməsi qeyd olunur. Vəkil Bəhruz Bayramov da bunun ayrıca ailə kimi mənzil təminatı hüququnun yaranmasına əsas ola biləcəyini deyir. O anda övladları varsa ayrı, indi bunlar el dilində əvvəl o Sovet dövründən qalma terminologiyadır. Ayrı təsərrüfat deyirdilər. Artıq təsərrüfatdan ayrılıb, deməli məcburi köçkün statusu varsa və ayrıca ailə kimi sayılırsa, onun da əlbəttə almaq hüququ. Hər tərəfli razıyıq sizdən. Allah özü prezidentimiz olsun. Hökumətyönümlü mediada tez-tez prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri və məcburi köçkünlərlə görüşlərini əks etdirən görüntülər yayımlanır. Həmin kadrlarda sakinlərin razı və məmnun olduğu təsviri yaradılır. Həmsöhbətimiz isə bunun reallığı tam əks etdirmədiyini iddia edir. O deyir ki, dövlət abadlaşma işlərini tez-tez reklam etsə də, biz sakinlər olaraq xəstələnəndə nə aptek, nə də xəstəxana tapa bilirik kənddə. Yollar isə bərbaddır. Amma siz gələndə oynaya-oynaya qabağınıza yürüdülər ki, belə abadlaşmış işlər görmüşük. Niyə bəzəkli yerləri göstərirsiniz? Niyə üstün bəzirsiniz, altını göstərmirsiniz ki, altdakı vəziyyətlər nə gündədir? Ayıb deyil. Hamı deyir ki, qaçqınlar köçmür. O qaçqının biri mənəm. Bəli, köçmürəm. Düzdür, köçmüşəm, Vəngdəyəm artıq, yaşayıram. Amma peşmanam köçməyimə. Bizi qırmaq üçün gətirib yığmışsınız bura təkrar. Biz zaten onsuz da qırıldıq 92, 93, 44 günlükdə. Nə istəyirsiniz? Niyə yaşamağa bizə imkan vermirsiniz? Hamınız deyirsiniz ki, özünüz düzəldin. Mənim o gücüm yoxdur, burada fövqəladə düzəldim, xəstəxana düzəldim, ondan sonra bağça düzəldim, məktəb düzəldim. İqtisadçı Natiq Cəfərli isə düşünür ki, dövlətin mənzilləri pulsuz paylaması iqtisadi baxımdan heç də əlverişli yol deyil. Dövlət torpaq hüququnu, mülkiyyət hüququnu tanımalıdır, vətəndaşa bir sərbəstlik də verilməlidir. Yəni belə ancaq büdcə hesabına biz Qarabağı və Şərqi Zəngəzuru tam bərpa edə bilməyəcəyik. Mümkün də deyil. Yəni orada bir daşınmaz əmlak bazarı yaranmalıdır, torpaq bazarı, mülkiyyət hüququ bunlar yaranmalıdır. Və bu zaman dövlət büdcəsi ilə ancaq iri infrastruktur layihələri çəkilə bilər və çəkilməlidir. Dövlət böyük şəhərlərin bərpasında, kəndlərin bərpasında iştirak etməlidir. Bəlkə də vəsaiti vətəndaşın özünə verməlidir. Vətəndaş özü daha keyfiyyətli və daha tez öz mənzilini və yaxud da evini tikə bilər. Aytaç Əmircanlı iddia edir ki, sözügedən məsələ ilə bağlı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rızayevə və prezidentin xüsusi nümayəndəsi Elçin Yusubova müraciət etsə də cavab almayıb. Aboylar qopurdu, aboyumu təzədən dəyişdirəm. Bax, pəncərəni açıpan bağlayıblar, görürsünüz. Evi təhvil alarkən çoxsaylı problemlərin olduğunu deyən Ağdərə sakini evin təmirinə artıq pul xərclədiyini əsas gətirərək nümayəndəliyin evi tamamilə dəyişdirmək təklifi ilə də razılaşmır. Toplum TV məsələ ilə bağlı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə sorğu göndərsə də material hazırlanarkən cavab almaq mümkün olmayıb.